Первый вопросом. Hal-hazırda 2023 model sınaq qəbul tipli testlərini işləyirsiniz. Deməli, bu bizim birinci dinləməmiz про кражу. Yəni ki, bir oğurluq hadisəsindən danışır. Deməli, oğurluq hadisəsi baş verib və xanım həmin bu oğurluq hadisəsi haqqında polislə bir dialoqu var. Həmin o dialoq haqqında bizə məlumat verir. Deməli, birinci sualımız дополните предложение. Гражданка обратилась в полицию, чтобы. Deməli, həmin bu vətəndaş deyir, niyə politsiyaya zəng eləyib? Чтобы düzgün variantımız olacaq variant E, чтобы ей помогли найти украденные вещи. Deməli, oğurlanmış əşyalarının tapılması üçün ona kömək eləsinlər ki, oğurlanmış əşyaları tapa bilsin. Birinci sualda düzgün variantımız E variantı olacaq. Məsələn, A variantında belə bir cavabımız var. Ей заблокировали банковские карты. Onun bank kartlarını bloklayıblar. Yox. Bu haqda deməli zəng etmir. Düzdür, orada polis ondan xahiş eləyir ki, o bank kartlarını bloklasın, amma orada məqsəd tamamilə başqa idi. Дело в том, что həmin oğurlanan bu oğurluq hadisəsində də belə deyək. Deməli, oğru xanımın bank kartlarını da oğurlayıb və orada polis belə bir məlumat verir ki, bəs xahiş edirəm ki, bank kartlarınızı vaxtında bloklayın. Lakin vətəndaş polisə bununla bağlı yığmayıb. B variantında pоймали 35-летнего вора. Deyir ki, deməli 35 yaşlı oğrunu tutublar. Öncə onu deyim ki, mətndə oğrunun yaşı haqqında məlumat verir, lakin oğrunun orada cəmi 25 yaşı var. Ona görə B variantımız da səhvdir. C variantında ей вернули, tutdular. Задержать, pоймать, tutmaq mənasında. C variantında ей вернули ключи от квартиры, ona deməli mənzildən olan açarları geri qaytarıblar. Xeyr. D variantında она обеспечила общественный порядок на улицах. O deməli küçələrdə olan sakitçiliyi qorumağa çalışıb, bu səliqəni qorumağa çalışıb. Biraz mənasız cavab olur ümumiyyətlə. Итого наш правильный вариант получается вариант Е. Gələm ikinci suala. Какое высказывание соответствует содержанию текста? Biz sizinlə mətnə aid olanı tapmalıyıq. Agi, bizim çoxlarımızın aranızda fərqinə varıram. Əyanində də var belə tələbələrimiz. Onlaynda da mənə sonradan yazırlar ki, deməli mən sualın şərtlərində çətinliyimiz var. Mən çalışıram sizin üçün hər sualın şərtini tərcümə edin, özünüzə qeyd eləyin. Ki elə suallarımız var ki, onlar təkrar model olaraq onsuz da eyni tipdə düşür. Məsəl üçün ikinci sualdır, üçüncü sualdır. Bu tamamilə model sualdır. Yəni ki, bu demək olar hər imtahan ya mətnlərdə qarşınıza çıxacaq, ya dinləmədə qarşınıza çıxacaq, diqqətli olun. 2-də mənə deyir ki, какое из высказываний соответствует содержанию текста? Соответствует mətnə aid olanı tapmalıyam mən. Mətnə aid olanımız olacaq variant C. Çünki deyir ki, кража произошла на центральном рынке. Deməli, həmin bu oğurluq hadisəsi harda baş verib? Baş verib bazarda. Bildiyimiz sentralni rынокda. Bəli, mərkəzi bazarda baş verib. Düzgün variantımız da odur. Məsəl üçün deyirəm, A variantında сотрудник полиции позвал гражданку в полицейский участок. Xeyr, deyir ki, həmin bu polis əməkdaşı bizim vətəndaşı polis məntəqəsinə çağırıb. Belə bir məsələ haqqında məlumat yox idi mətndə. B variantında пострадавшая обратилась в полицию на следующий день после кражи. Нет. Deyir ki, sabahsı gün, yəni ki, bu prosesin baş verməyindən sabahsı günü polisə zəng eləyib. Bu da düzgün deyil. Çünki 2 dəqiqə sonra o yığır polisə. Hətta orada belə bir cümlə işlədir ki, через 2 минуты после кражи. D variantında гражданка продиктовала свой номер телефона. Xeyr, o öz nömrəsini polis əməkdaşına deməyib. E variantında у заявителя на руках должны быть соответствующие документы. Deməli, həmin bu vətəndaşın əlində deyir, lazım olan dokumentlər olmalıdır. Bu haqqda da mətndə heç bir məlumat olmadığına görə dinləmə mətnində E variantımız da səhv hesab olunur. Düzgün variant C. Üçüncü variantımız, düzgün variantımız B variantı olacaq. Nə tələb eləyir bizdə buradan? На какой вопрос можно найти ответ в тексте? Mətndə deyir, hansı sualın cavabını tapmaq olar? Deməli, hansı sualın cavabını tapmaq olar? B variantının. Deyir, что украли у гражданки. Deyir ki, həmin bu vətəndaşdan nəyi oğurlayıblar? Bəli, bu haqda mətndə məlumat var idi. Hətta orada полицейский soruşur və o da cavab verir. Deyir ki, например, мне украли бумажник, я не знаю, там, украли большую сумму денег. Hətta ona sual verir ki, a ключи украли? O da deyir ki, xeyr, ключи у меня были в кармане. Yəni, cibimdə olduğuna görə oğurlaya bilməyib. Düzgün variantımız B variantı olacaq. Следующий вопрос, 4-й вопрос. Какой из ниже перечисленных вариантов относится к описанию вора? Ümumiyyətlə, əgər mənə описание deyirsə, bu bir təsvirdir. Və məndən əgər təsvir tələb olunursa, siz orada mütləq прилагательный, yəni sifət axtarmalısınız. Высокий, низкий, большой, маленький, я не знаю, хороший, плохой və s. Düzgün variantımız D variantı olacaq.
Bayaq mən dinləməni sizə qulaq asdıranda hətta dedim ki, bu hissəsinə diqqətlə qulaq asın. Deməli orada deyir, что невысокого роста. Mətndə deyir худой, burada sadəcə худой sözünü тощий sözü ilə əvəz edib. Худой и тощий eyni şeydir. İkisi də arıq deyə tərcümə olunur. Темноволосый, yəni belə qara rəngdə saçları var idi. Kaliglazı. Necə? Rosta sinonimdir. Temno- Rosta sinonimdir mənim orada. Orada burada невысокий yazılıb amma tekst Hə, bax o dəqiq yadımda deyil, amma tekstdə mən başqa deyir ona. mən də elə xatırlayıram ki, tекст это невысокого роста, худой, темноволосый, кореглазый, с татуировками на правой лице. Məsəl üçün baxın, C variantımız Belə deyir, невысокого. da, bax məsəl üçün B variantımız tutalım ki, D variantı ilə bir-birinə çox oxşardır. Amma B variantında темнокожий yazır ki, qara dərilidir, amma bizə темнокожий deyil, темноволосый idi. İmенно saçları tünd rəngdə idi. Kореглазый da uyğundur. Bir də B variantında yazır татуировки на levой руке. Amma sol əlində deyil idi onun tatuirovkaları. Tatuirovka Azərbaycan tatuirovka, düzdür, bildiyimiz tatu. Amma mətndə qeyd edilir ki, tatuirovkami na pravой руке. Ona görə düzgün variantımız olacaq variant D. Və 5-ci sualımızda Какие вещи были украдены у гражданки? Həmin bu vətəndaşdan hansı əşyaları oğurlayıblar? O sualda da dedimsə diqqətli olun. Düzgün variantımız D variantı olacaq. Бумажник, yəni bildiyimiz кошелек, pasport и кредитные карточки. Bir məsələ də var idi. Orada полицейский уточнить eləyir, dəqiqləşdirir ki, "А ключи у вас украли?" O da deyir, "Нет, к счастью, ключи у меня лежали в кармане." Ki bəs həmin o açarlar mənim cibimdə olduğuma görə oğurlaya bilməyib. İtəvə у меня получается 1E, 2C, 3B, 4D, 5də D variantı. Aydın olmayan, qaranlıq qalan nəsə var, Agi? Есть что-то непонятное? Xeyr. Все, хорошо. O zaman keçirəm yavaş-yavaş mətnə. Deməli, mətnimiz про что здесь было? Про Арбат. Это одна из таких старых улиц Moskvanın köhnə küçələrindən biridir. Bu da bu haqqda məlumat verir. Əslində çox maraqlı bir mətndir. Diqqət etməli məsələləriniz nədir? Deməli, bir abzas məsələlərinə fikir verin ki, çünki bizim mütləq orada bir sualımız, yəni sözün açıq dəqiq suallar yadımda deyil, indi baxıb yadıma salacağam. Amma bizim mütləq bir sualımız orada abzas məsələsinə aid olacaq. Yəni hansısa bir abzatsda nədən danışılır? O haqqda bizə mütləq bir sual verəcək. Sonra mən burada 3-cü abzatsda bir boşluq hissə görürəm. Görürsüz, bizim birinci cümləmiz yoxdur. Qeyd olunmayıb. Deməli, həmin ora qoyacağımız cümləni bizdən tələb eləyəcək. Baxın, bu nüanslarda biraz diqqətli olun. Və 5-ci abzatsda burada bizə eksponat sözü qeyd olunub. Böyük ehtimalla eksponat sözü mətndə hansı mənada istifadə olunub, bir də bizdən onu tələb edə bilər. İndi gəlin baxaq suallara. Sualımızda 6-cı sualımız 4 yerə bölünüb. Oy. Deməli, başlayıram 6-cı sualdan. Yeni qoşulan tələbələrimiz üçün də öncədən deyirəm, var aramızda yeni qoşulan 1-2 nəfər. Baxın, bizim bu 6-cı sualımız 4 yerə bölünüb. 6-1, 6-2, 6-3, 6-4. İmtahanda əgər bu 3 sualdan 4 sualdan 3-dən düzgün cavab verərsəniz, sizə 0,5 tam 1 bal almaq üçünsə siz 4 утверждениyanın 4-nə də düzgün cavab verməlisiniz. İndi gəlin bir-bir baxaq. 6.1-də mənə deyir ki, мемориальная квартира Александра Сергеевича Пушкина на Арбате основана в 15 веке. 15-ci əsrdə deməli əsası qoyulub. Puşkinin bu deməli memorialная kvartirası hansı ki Arbat küçəsində yerləşir. Amma 6.1-miz burada səhv götürüləcək. Niyə səhv götürüləcək? Кто-то помнит почему? Niyə 6.1-miz B olur? Çünki orada elə bir şey yazılmamış. Bəli, çünki mətndə bizim ümumiyyətlə bu haqda 15-ci əsrdə muzey qurulmayıb. yox, ümumiyyətlə mətndə ümumiyyətlə mətndə то, что вот мемориальная квартира Александра Сергеевича Пушкина на Арбате основана в 15 веке. Bu haqda detallı bir məlumatımız yoxdur. Və mən də sizə demişdim, əgər bizə mətndə bir məsələ haqqında məlumat vermirsə, bu avtomatik olaraq səhvdir. Hətta siz düşünürsünüzsə ki, bu düz ola bilər və yaxud da nə bilim mən bu məsələ haqqında hardansa eşitmişəm, bilirəm, oxumuşdum. Bu bizə maraqlı deyil. Bizə sadəcə maraqlı olan mətnə əsasən olan cavablarınızdır. Və mətndə də bu haqqında məlumat olmadığına görə 6.1-i biz B variantı olaraq götürürük. Понятно? Хорошо? Gəlirəm 6.2-yə. В главном зале музея представлены материалы, рассказывающие о жизни Николая Васильевича Гоголя в Москве. 6.2 də B-dir. Niyə B-dir?
Çünki Да. его Да. материалы, которые рассказывают о жизни Николая Васильевича Гоголя, bu haqda ümumiyyətlə, yəni onun главный zalda göstərildiyi haqda, bizə təsvir olduğu haqda bir məlumat yoxdur. Olmadığına görə səhvdir. 6.3. Жизнь многих выдающихся людей России тесно связана с Arbatом. Bəli, bu haqda bizə məlumatı, deməli, belə aydın şəkildə verməsə də mətnin içərisində bu haqda bizə məlumatı verir 3-cü abzasda. Çünki orada belə bir məlumat var. Deyir ki, в различные годы здесь проживали и творили такие гении, как Пушкин, Лермонтов, Белый, художник Иванов, композитор Скрябин и многие другие. Baxın, mətndə sırf bu cümləmiz yoxdur. Lakin mən oxuyub o qənaətə gəlirəm ki, Rusiyanın belə bir çox tanınmış insanların həyatı Arbat küçəsi ilə bağlıdır. Necə o qənaətə gəlim? 3-cü abzasda olan cümləmizi oxuyub. Aydın. Demək olar ki, birə-bir olan cümlədir. Sadəcə fərqli şəkildə qeyd olunub. Yəni təkrarlayıram, özümüzdən informasiya daxil etmirik. Sadəcə mətndə olan informasiyaya əsasən cavab veririk. Хорошо, пожалуйста, имейте в виду. İdu dальше. Deməli 6.3-də cavabımız olur variant A. Gələm 6.4-də. 6.4-də deməli mənə nə deyir? Deyir ki, мемориальная квартира Александра Сергеевича Пушкина открыта для посещения только в будние дни. Ancaq deyir iş günlərində açıqdır. Bu da səhvdir. Niyə səhvdir? Onu da deyirəm. O cümləni də oxuyuram indi sizin üçün. Orada yazır ki, музей открыт для... Agi, можно я до конца доведу то, что dediyimi? Xahiş edirəm. Siz oradan cavab verməyə çalışırsınız. Amma nəzərə alın ki, bu YouTube videosuna hamı baxacaq və biz bir-birimizin fikrini qarışdırırıq. Deyin, mən axıra qədər deyim, göstərim, sonra sizin fikrinizə qulaq asın. Можно будет? Пожалуйста. Çünki burada bizə qeyd olunur ki, muzey открыт для посещения со среды по воскресенье. Bu haqda qeyd olunub 4-cü abzasın son cümləsində. Deyir ki, həmin bu Pushkin muzeyi, hansı ki memorialная kvartira hal-hazırda muzey kimi hesab olunur da, o deməli 3-cü gündən bazar gününə qədər açıqdır. Amma mən budni dediyim zaman dediyim iş günlərini nəzərdə tuturam. Məsələn, belə baxanda bazar günümüz iş günü deyil. Buna əsasən də bu cavabımız səhv hesab olunur. İtəvo 6.1b, 6.2-də b, 6.3a, 6.4-də b olur. Aydın olmayan nəsə var? Hangi? Sonra budni sizdən cavab verməz. Budni soruşdum, həftə arasıdır. Bəli. Budni sadəcə həftə arası deyil, ümumiyyətlə bildiyimiz iş günü. Хорошо, вот budni 6 bazarı bilmirəm indi kimin üçünsə 6-cı gündə iş günü olaraq hesab olunur, məsəl üçün mənim üçün. Amma belə normalda bəli, həftə içi günlərdə bildiyimiz iş günləri olaraq götürülür. Хорошо? Понятно? İndi kasıb təbəqə üçün məsəl üçün 6-cı gündə iş günüdür. Məsəl üçün mən. Mən də. Siz də. Biz də kasıb təbəqə. Nişo. Tak, смотрим 7-ci sual. Kimisə xətrinə dəydisə sözüm, heç nə olmaz, olan şeylərdir, boş verin. 7-ci suala gəlirəm. Deməli, 7-ci sualda deyir ki, какой из нижеперечисленных вариантов относится к описанию музея? Bax, описание muzея deyirsə mənə, düzdür, bu hər zaman keçərli deyil, lakin çox zaman bizdən əgər описание tələb olunursa, описание təsvirdir. Və mən əgər təsvir istəyirəmsə, bu düzdür, indi mətnə görə dəyişə bilər. Amma bu əsasən это имена прилагательное. Deməli, əsasən məndən sifətlər tələb olunur. 7-ci sualda düzgün variantım olmalıdır, variant C. İzah edirəm niyə? Deyir ki, в музее царит обстановка 19 века. Deməli, həmin bu Lermontov muzeyində 19-cu əsr obstanovkası var. На стенах рисунки, narисованные поэтом, divarlarda həmin bu poet tərəfindən, yəni ki, şairimiz tərəfindən çəkilən şəkillər var. Sреди них самый ценный его автопортрет. Deməli, bunların arasında ən belə deməli qiymətli hesab olunan onun avtoportretidir. Əgər siz deməli deyim sizə bu məlumatı hardan əldə edə bilərik? Bu məlumatı əldə edə bilirik 5-ci abzasın son cümlələrində. Hatta o son cümləsində belə bir məsələ də qeyd olunub ki, в том числе и один из ценнейших экспонатов автопортрет. Yəni baxın, bu mənim 7-ci sualımın cavabı tamamilə 5-ci abzasdan götürülən cümlələrdir. Açıq şəkildə o cümlə bizə mətndə verilməyib. Lakin mən 5-ci abzası oxuyuram, o qənaətə gəlirəm ki, deməli cümlələri seçirəm, belə deyim də sizə. Düzgün olanlarını qeyd edirəm və ümumi də Lermontovun evi, muzeyi haqqında sizə məlumat vermiş oluram. İtəvo 7-də düzgün variantım olacaq C variantı.
8-ci sual. Какое предложение должно стоять вместо многоточия в третьем абзаце? Deməli, 3-cü abzatsda deyir, hansı cümləmiz qoyulmalıdır? Bayaq mən sizə dedim ki, bu hissəyə diqqət yetirin. Deməli, 3-cü abzatsda ümumiyyətlə əgər bir hissəyə bir cümlə qoymalısınızsa, bir söz yerləşdirməlisinizsə, mütləq onun bir qırağını, bucağını oxumalısınız. Baxmalısınız ki, sizə orada nə haqqda məlumat verir, nədən danışılır. Значит, здесь qeyd eləyir ki, в различные годы здесь проживали и творили такие гении, как Пушкин, Лермонтов, Белый и так далее. Deməli ki, fərqli-fərqli dövrlərdə həmin bu Arbat küçəsində deməli belə insanlar yaşayırdılar, belə geniylər yaşayırdılar, как Пушкин, там, я не знаю, Лермонтов, Белый, какие-то там художники, писатели, поэты и другие. Deməli, mən bundan öncə ona uyğun bir cümlə qeyd etməliyəm. Və əgər biz ona uyğun cümləni nəzərdə tuturuqsa, 8-ci sualda da düzgün variantım olacaq variant B. Necə yazıram? С Арбатом связана жизнь многих величайших культурных деятелей России. Diqqətli olmuş olsaq, 6-1-də, daha doğrusu 6-cı sualda 3-cü cümləmiz var ya orada. Жизнь многих выдающихся людей России тесно связана с Арбатом. Bayaq biz bu məsələyə baxdıq sizinlə, pomните? 6-3-ə bir dəfə də baxın. Eyni şeydir. 6-3 və 8-ci sualım bizdən demək olar ki, eyni şeyi tələb eləyir. Eyni nüansı istəyir bizdən. Eyni sualdır. 6-3-də qeyd olunub. Жизнь многих выдающихся людей России тесно связана с Арбатом. Əgər xatırlayırsınızsa, onda da mən sizə dedim ki, 3-cü abzasda bizə bu haqqda məlumat verir. Hal-hazırda da 8-ci sualımda da mən birinci cümləni ona uyğun qoyuram. С Арбатом связана жизнь многих величайших культурных деятелей России. Aydın olmayan nəsə var? Agi, что-то непонятное есть? Aydın. Все, belə sadə. Идемте дальше. 9-й вопрос. Определите значение выделенного в тексте слова. Bizim deməli mətndə eksponat sözümüz qeyd olunub. Həmin o eksponat sözünün açıqlamasını verməliyəm. Mətndə də belə qeyd olunur ki, один из ценнейших экспонатов его автопортрет. Bildiyimiz eksponat sözünün öz mənasında istifadə olunur. Eksponat nədir? Muzeydə bizim qarşımıza çıxan o belə deyim də предмет, əşya. Variant A-ya bir dənə baxaq. Предмет, выставленный на выставке в музее. Bildiyimiz hər hansısa bir sərgidə, muzeydə bizim qarşımıza çıxan həmin o əşya deyim də, belə такой ценный какой-то предмет. Belə çox dəyərli bir əşya. İtava получается variant A. Və son olaraq gəlirəm 10-cu sualımıza. Deməli 10-cu sualda da какие вопросы можно найти ответ в тексте? Mətndə hansı sualların cavabını tapmaq olar? Düzgün variantımız olacaq 2 4 və 5. 2, 4 və 5. Gəlin bir dənə oxuyaq görək bu suallarımızda məndən nə tələb olunur. Deməli 2-də mənə deyir ki, в какие дни можно посетить музей-квартиру Пушкина? Peki Pushkin'in ev muzeyini hansı günlərdə gedib görə bilərik? Bayaq sizin üçün o cümləni oxudum. Значит, muzey открыт со среды до воскресенья. Deməli 3-cü gündən bazar gününə qədər həmin bu ev açıq sayılır. 4-cü cümləmizdə какие достопримечательности можно увидеть на Арбате? Elə bütün mətnimiz bu haqqdadır ki, ümumiyyətlə dostoprimечательность hər hansı bir ölkənin, şəhərin gəzib görməli yerlərinə deyilir. Məsəl üçün Azərbaycan dostoprimечательность, Bakının dostoprimечательность это Qız qalası, например. Gəzib görməli yeri deyilir dostoprimечательность. Какие достопримечательности можно увидеть на Арбате? Arbatda hansı gəzib görməli yerləri görə bilərik? Elə bizim bütün mətnimiz onsuz da bu haqqdadır. Və 5-ci, кому установлен памятник? Kimə pamятник qoyulmuşdu? Nikolay Vasильевич Gogolə. Gogolə qoyulmuşdu, правильно? Это düzgün variantımız olacaq 2, 4 və 5. Aydın olmayan nəsə var Agi mətndə? Что-то непонятное есть, Аги? Точно? Нет, все Все, Bir də 8-də B oldu. 8-də B oldu. 8-də B oldu da. Bəli, 8-də B oldu. Kimsə yenə sualı var idi, пожалуйста. Bu dostoprimечательность sözü mənə qaranlıq qalmışdı, onu da aydınlaşdırdı. Hə, все. Hiss edirəm ki, o qaranlıq qalır, sizə görürsünüz. Уже это заводской настройкаdır, уже daxil olub mənə. Hiss edirəm ki, bu söz soruşulacaq. Hiss edirəm ki, bu qaranlıq qalacaq. İnanırsınız ki, mən adətən məsəl üçün belə olur, bir sualı izah edirəm, tutalım. Soruşuram ya sizə aydın oldu, yoxsa yox. Normalda cavab verirsiniz ki, bəli, müəllimə aydındır. Mən bilirəm ki, o sizə aydın olmur. Tuta bilmirsiniz məsələni. Mən onu belə tuta bilirəm, hiss edə bilirəm ki, uşaqlar bu mövzunu başa düşmədilər. Aydın gəlmədi. Amma bəzən edə biləcəyim də heç nə olmur, belədir. Всё, хорошо. Я перехожу ко второму тексту. Keçim ikinci mətnə. Ya da istəyirsiniz gəlin biraz qrammatika izah edeyim ki, çox sıxılmayasınız mətndən, sonra gəlin ikinci mətnə. Как хотите. Yoxsa davam eləyim elə belə?
Lütfü davam edin. Müəllimə ardıcıl gedək də. Хорошо, gedək. Хорошо, как хотите. Deməli, ikinci mətnimizdə nə haqqdadır? Deməli, psixoloqların, necə deyim, bir Вообще-то, по-моему, научный текст bildiyimiz bu elmi mətnlərdən biridir. Deməli, bu mətndə bizə nədən danışır? Deməli, psixoloqların insanların yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün keçirdiyi eksperimentlərdən danışır. Belə deyək də sizə. Və həmin o eksperimentlərdən də bizə suallar hazırlayıblar. Ki, siz də bunlara baxın görün. Daha doğrusu mətnə əsasən olan suallardır. Gəlin bir baxaq görək nədir bunlar. Deməli 11-ci sualdan. 11-ci sualda birinci variantımızda belə bir məsələ qeyd olunur ki, самый распространенный жест при вранье это прикрывание рта рукой. Deməli, deyir ki, insan yalan danışdığı zaman onun belə ən populyar jesti də belə deyək, insan yalan danışdığı zaman ən populyar jesti olaraq ağzını əli ilə bağlaması hesab olunur. Amma mətndə orada səhv etmirəmsə belə bir cümləmiz qeyd olunmuşdu aşağı hissədə. Сейчас давайте я вам прочитаю. Смотрите, в списке подозрительных, ikinci abzasın sonuncu hissəsində belə bir qeyd olunub ki, в списке подозрительных движений отведение взгляда в сторону, прикрывание рта рукой, прикосновение к носу, оттягивание воротника, потирание глаз. Əslində jest olaraq qeyd olunub ki, insan yalan danışında belə bir jest edir, yəni ki, əli ilə ağzını bağlaya bilir. Но это не самый распространенный жест. Ən geniş yayılmış olmadığına görə 11-1-də bizim düzgün variantımız olacaq variant B. Понятно почему? Аги. Gəlin ikiyə. Если даже человек заранее подготовил рассказ о выдуманной жизни, он не сможет продумать все детали. Deyir ki, bu haqqda mətndə məlumat var. Deyir ki, əgər insan, məsəl üçün deyirəm, həyat haqqında və yaxud da hər hansı bir hadisə haqqında öncədən belə o mətni hazırlayıbsa, indi yalan danışacaq bir mətn hazırlayıb da, məsəl üçün deyirəm. Deyir ki, o istəsə belə bütün detalları tam şəkildə bizə ötürə bilməz. İstəsə belə bütün detalları düşünüb axıra gətirib çıxara bilməz. Bəli, bu düzgündür. Haqqda bu məlumat mətndə qeyd olunub. 11-3-ə baxıram. Взгляд, опущенный вниз, говорит о том, что человек лжет о своих чувствах. Deyir ki, aşağı bax, məsələn mən yalan danışanda aşağı baxıramsa, bu o deməkdir ki, mən öz hisslərim haqqında sizə yalan danışıram. Bu da mətndə var idi. Elə o ikinci abzasda səhv etmirəmsə, bizə o mövzu haqqında qeyd olunub. 11.3a. 11.4. Когда человеку некомфортно, он моргает каждые 10-12 секунд. Deyir ki, insan əgər özünü komfortlu hiss eləmirsə, o hər 10-12 dəqiqədən bir gözünü qırpıb açacaq. Amma bu haqqda, по-моему, ya yox idi və yaxud da başqa formatda verilirdi bizə. Bir dəqiqə səbirli olun, baxın. Yoxdur məncə bu haqqda məlumat. Ya da verilibsə başqa formatda verilməli idi. Потому что я помню, что этого не было. Yoxdur, başqa formatda var, bəli. Nə hansı formatda verilib? Nə tələb olunur bizdən? Bəlkə 11-3. 11.3a. Qızım səbirli ol, hamısını axıra qədər deyəcəm indi bir-bir. Birinci yenə baxın, mən birinci abzasa. Birinci abzasa baxıram. Bir dəqiqə. Mən 11-3-ü tapa bilmədim mətndə. 11 şeydir, ikinci abzasa baxın mənlə, elə o deyir o. 11-3-lə də bağlı dəqiq məlumat yox. 11.3 yox, var. Bayaq, Agi 11.3. Orada deyir, kənara baxanda yalan deyir. Bəli, elə дело в том, что onlar onu aşağı götürülən kimi də götürürlər. Baxın, məsəl üçün, bu da mənim razı olmadığım nüanslardan biridir. Çünki bizə mətndən 11.3-də qeyd edir ki, в списке подозрительных движений отведение взгляда в сторону. İndi bu в storoну deyəndə, məsəl üçün deyirəm, qırağa bucağı da nəzərə alır. Düzdür, storonu deyəndə aşağı yuxarını da nəzərə alırıq ki, məsəl üçün aşağı baxdı, o da bir tərəfdir, yuxarı baxır, bu da bir tərəfdir. Lakin tam şəkildə qeyd olunmayıb. Amma bizə şablonda bu düzgün variant olaraq verilir. Məntiqlə fikirləşsək, Agi, düzdür. Niyə düzdür? Çünki yenə deyirəm, yuxarı da bir tərəf hesab olunur, aşağı da bir tərəfdir, sağ da bir tərəfdir, sol da bir tərəfdir. Amma tam şəkildə qeyd olunmayıb ki, hə, imенно aşağı göstərirlər. Lakin bunların məntiqi ilə baxsaq, o da düzgün şəkildə götürülür. Mən olsam onu səhv götürərdim, məsəl üçün. Mən özüm də imtahanda onu неверно olaraq yazardım. Çünki именно отведение в сторону. Ona görə 11.3-də все-таки cavab A-dır, но razılaşmadığım nüans da var. 11.4-də də B variantı olaraq götürürük, mətndə qeyd olunmadığına görə. Məlumat biz basic.
Siz B götürmüsünüz. Baxın, yenə deyirəm, mən özüm də imtahanda olmuş olsaydım, ona əsasən onu B götürərdim. Lakin onların da məntiqli açıqlaması o olacaq ki, deyəcək ki, mən отведение взгляда в сторону dediyim zaman, məsəl üçün aşağını da nəzərdə tuta bilirəm. Aşağı da çünki bir tərəf hesab olunur. Sağ da bir tərəfdir, sol da bir tərəfdir, yuxarı da bir tərəfdir, aşağı da bir tərəfdir. Aydındır? Onların da haqlı olduğu məsələ var. Bizim də haqlı olacağımız odur ki, siz mətndə tam şəkildə qeyd etməmisiniz axı, iminlə aşağı olmalıdır. Yuxarı da olmuş ola bilər. Mən olsam B götürərdim. Amma cavab şablonda A olaraq verilir. Amma tam da razılaşmıram. İndi siz özünüz baxın. İstəyirsiniz onu düz olaraq götürün, istəyirsiniz səhv götürün. Mən düşünürəm ki, lazım olan açıqlamanı sizə verə bildim. Daha sonra gəlirəm 12-ci suala. 12-ci sualda Sabina xanım. Mən B 15-də. İndi onu özünüz bilərsiniz. 11-4-də B oldu. Mən indi oxuyuram tam şəkildə cavabları. Biraz səbirli olun, xahiş edirəm. 11-1B, 11-2A, 3A, 4B. Şablonda cavab budur. Хорошо. Gəlirəm 12-ci suala. Baxın, 12-ci sualımız tamamilə mətnə əsasən olan bir sualdır. Какие факты относятся к эксперименту профессора Армирода и его коллеги? Bu haqqda deməli bizim 5-ci və 5-ci və 6-cı abzasımız tamamilə Armirod və onun kolleqalarının bizə deməli daha doğrusu keçirdiyi bu eksperiment haqqında məlumatımızdır. Düzgün variantım C olacaq orada. İsledovaniya длилось 8 месяцев. Həmin bu proses 8 ay davam edib. Bir dəqiqə indi sizə o hissəni oxuyacağam. Bir dəqiqə. Смогли выставить вначале. İki düzdür. Bax, Yox, eksperiment proxodil və aeroport. Düzdür də. Kim dedi ki, o düz deyil? Sadəcə mən bir dənə birincisini tapım da sizə. Mən 1 2 olacaq ha orada. 4-cü abzasda. Bəli. 1-2, bəli, C variantı. İmkan vermirsiniz axı tapım. B yoxsa B? C variant, C variant, C. İsledovaniya длилось 8 месяцев. Həmin bu proses 8 ay davam eləyir və 2 olacaq. Eksperiment proxodil və aeroportu. Düzgün variantımız da 4-cü və 5-ci abzas. 5-ci və 6-cı abzaslarımızda. İsledovaniya deyil axı. Исследование и эксперимент это одинаковые вещи. Müəllim, Исследование и эксперимент это одинаковые вещи. Müəllim, Mən də belə yazmışam. yardan adnak verir ya. Mən sənə deyirəm ki, İsledovaniya eksperiment. исследование, эксперимент, опыt, bunlar hamısı eyni mənada istifadə oluna biləcək sinonim sözlərdir. Hər ikisi tədqiqat deyə tərcümə olunur. Так запомните, пожалуйста. Daha sonra gəlirəm 13-cü suala. На какой вариант ответа передает точно и кратко содержание 6-го абзаца? 6-cı abzasda deməli bizə verilən, daha doğrusu bizə bir 6-cı abzas verilib və oradan olan qısa bir məlumatı tələb edir məndən. Yəni ki, 6-cı abzası mənə qısa, lakanik, tam şəkildə ötürməlisiniz. Deməli bizim 6-cı abzasımızdan həmin bu Armirodun eksperiment haqqında bir məlumat verir. Gəlin bir dənə oxuyaq, baxaq nə istəyir bizdən burada. Секрет методики Армирода заключается в том, что для выявления лжи не нужно обращать внимание на невербальную информацию и задать серию стандартных вопросов. Deməli, həmin bu Armirod deyir ki, əgər hər hansı bir insanın yalan danışdığını başa düşmək istəyirsənsə, verbal olmayan informasiya fikir verməli deyilsən. Yəni ki, jest və mimikalar bizə maraqlı olmalı deyil. Biz buna görə onun danışdığına, nitqinə fikir verməliyik və həmin bu yalanı üzə çıxarmaq üçün bildiyimiz standart sualları verməliyik. Görək həmin o suallara necə cavab verir. Bax, məsəl üçün orada qeyd olunub, для этого нужно беседовать с каждым человеком индивидуально. Fərdi şəkildə danışmaq lazımdır. Требуя от него развернутых рассказов, а не односложных ответов və ondan hər informasiyanın detallı şəkildə bizə qeyd olunmasını tələb edir. Yəni ki, biri var, hə, yox cavablarını verib keçməyini deyil. Tam şəkildə развернутые, полные ответы должны быть. İndi 13-də də buna baxsaq əgər, düzgün variantımız olmalıdır variant A. Deyir ki, метод Армирода гласит о том, что для распознавания обмана внимание необходимо переместить на слова. Dedim, verbal olmayan informasiya mənə maraqlı deyil. Jest mimikaya baxmır Armirod. Armirod nəyə baxır? Nitqə baxır. Которые люди произносят, а не на жесты и мимику. Беседы нужно вести с каждым отдельно. Onda oxudum ki, с каждым человеком индивидуально нужно говорить. Hər insanla individual şəkildə də danışmaq lazımdır. Hər bir mətndə qeyd olunub, düzgün variantım olacaq variant A. Deməli, 14-cü sualda какие советы предлагают психологи для разоблачения лжи и достижения окончательного результата? Deməli, bizim bu psixoloqlarımız tam şəkildə deməli, bu yalanın üzə çıxarması üçün bizdən nə tələb edir? Deməli, düzgün variantımız 14-də də olacaq variant A. Продолжить разговор, сделать вид, что заметили лжи.
Əslində orada niyə zametil lji olsaydı məncə daha düzgün olardı ki, insanla ümumiyyətlə həmin bu yalanın, daha doğrusu söhbətə davam elətdirmək lazımdır və ona göstərməlisən ki, mən sənin yalan danışdığını anlamışam yoxsa yox. Normalda mən düşünürəm ki, anlamadığımı göstərsəm daha yaxşı olar, lakin psixoloqlarımız hesab edir ki, xeyr, anladığınızı göstərməlisiniz. Amma bir də məntiqlidir. Əgər insan sənin yalan danışdığını, daha doğrusu anlasa ki, qarşıdakı insan mənim yalan danışdığımı başa düşüb, düşünürəm ki, artıq fikrindən dönəcək və artıq yalan danışmamağa başlayacaq. Bəli, amma indi yox, variantı deyil. Yox, variant A-dır. Bu ümumiyyətlə mətndə tam şəkildə yoxdur. Bunu mətndə əsasən tam şəkildə müəllim. Tam şəkildə var. Var, baxın gəlin. Mən deyim ki, niyə 7-ci abzasın axırıncı cümləsi. Deyən baxıram. Bir dəqiqə səbirli olun. Daha axırıncı 2 cümləsi. Так, вы рекомендуете показывать, что... Ну, а тогда шаблона uyğun olaraq bizim вариантımız düz gəlməyəcək. Çünki в этом случае агенту не рекомендуется показывать, что он заметил нестыковки. Bayaq hələ dediyim sizə ki, bax, o yəni ki, onun səhvliyini şey eləməməlidir. Göstərməməlidir. Yəni ki, tutmamalıdır. Göstərməməlidir. Bəli. Baxın, şablonda variant A verilib, amma mən də sizə dedim ki, göstərsə daha yaxşı olar. Məsəl üçün orada olsaydı, что не заметил лжи, или там опечатка, или в шаблоне какая-то ошибка. В любом случае, əgər variant Müəllim ola bilməz, müəllim. Konkret deyir də, deyir, bütün söhbəti və orada da deyir, axırıncı Ana, sən niyə əsəbləşirsən? Biraz səbirli ol. Biraz səbirli ol. Xahiş edirəm səndən. Biraz səbirli ol. İmkan ver mən sözümü axıra qədər davam elətdirim ki, burada olan digərləri də anlasın в чем дело. Дело в том, что mən sənə şablonda olan cavabı deyirəm ki, продолжить разговор, сделай вид, что заметил лжи. Şola şablonu göndərənə baxarsan. Amma mən o şablonda olan cavabı deyəndə də qayıtdım, dedim ki, verəcəm apellyasiyaya mən. Tutam ki, şey olmasa. Sən icazə verəcəksən, mən axıra qədər deyim. Sən icazə verirsən, mən axıra qədər sözümü izah eləyim, yoxsa yox? Buyurun. İcazə vermirsən axı? Но, mən o cavabı deyəndə qayıtdım, dedim ki, olsaydı ki, что сделай вид, не заметил лжи, daha düzgün olardı. Dedim, demədim bunu. Dedim? Все. Вот теперь дай я докончу, пожалуйста. Если вы выбрали один из вариантов А, Б, məndən olsa, məsəl üçün C variantı da düzgün hesab olunur. Продумать серию уточняющих, дополняющих вопросов. Məsəl üçün, tutalım ki, sən onun yalan danışdığını başa düşmüsən və başlayırsan suallar uydurursan. Görün bu mənə düzgünmü cavab verir, yoxsa səhvmi cavab verir. Əgər ona qalmış olsa, C variantım da düzgündür. İndi ya burada şablonda səhv var, ya da sualda uyğunsuzluq gəlir. Ona görə də bu sualın cavabını hansını qeyd eləmisinizsə, onu в свою пользу, пожалуйста, засчитайте. Çünki mətnlə cavab arasında uyğunsuzluq gəlir. Это касается всех. Kim bu sualın cavabını necə qeyd edibsə özündə. Çünki burada olan demək olar hamısı düzgün variant olaraq hesab olunur. İli же variant A-da опечатка gedib. Nəsə orada düzgün gəlməyib. Məsəl üçün orada yazmalı idi ki, продолжить разговор, сделай вид, что не заметил лжи. Orada ya опечатка gedib, ya da mətndə bir uyğunsuzluq var. Ona görə də xahiş edirəm, orada hansı variantı götürmüsünüzsə, засчитайте его за свой счет, в свою пользу. Düzgün variant olaraq götürün və bunda əsəbləşməyə ehtiyac yoxdur. Apellyasiya verməyə də ehtiyac yoxdur. Sən bunu apellyasiya versən də onsuz da heç nəyə sən xeyir və hesablamayacaqlar. Так что, пожалуйста, 14-dən nə götürmüsə düzgün cavabınız odur. Aydındır? Əlbəttə, mətni siz yazmamısınız bu testi. Xeyr, bu qəbuldur. Elə bilirəm siz özünüz yazmısınız. Yuxarıda qeyd olunmayıb, magistraturaya qəbul 2023 nətər yaza bilərəm mən? Mən yazsam, cavab dəqiq nə olaraq qeyd olunub orada? Elə bilirəm, izah elədiyim havaya getdi. Deyirəm ki, nə qeyd eləmişsə plus yazın. Nestыковка var sualda. Elə bilirəm, bu 5 saat izah elədiyim havaya getdi mənim. Mən səhərdən nə izah eləməyə çalışıram sizə burada? Nə yazmısınızsa düzgün götürün. Çünki sualda uyğunsuzluq var. Mətn və sualda uyğunsuzluq var. Aydındır indi? Понятно? Müəllimə, bir zamanda yəni o bir balı hesablayırlar, yoxsa hesablamırlar? Xeyr, hələ mən bu vaxta qədər 6 illik deyatilin üstündə apellyasiya verilən, birincisi heç kim apellyasiya vermir. Çünki nadir hallarda belə bir hadisə baş verə bilər. Apellyasiya versəz də heç kimə sizin yazdığınız cavab maraqlı deyil. Onlar hərlədə fırladıb sizi səhv çıxardacaqlar, narahat olmayın. Хорошо? Понятно? Tak, gəlirəm 15-ci suala. 15-ci sualda düzgün variantımız 4 və 5 olacaq. Bəli, 4 və 5, düzdür. Slava Bogu. Tak, bu mətndə var da, 15 dəfə oxuduq mətni, keçid etmirəm.
Əgər aydın olmayan nəsə olarsa, mətndən bir dəfə də baxarsınız. Gələm 16-cı suala, qrammatika suallarımıza. Выберите в предложениях, в которых выделенные слова употребляются в прямом значении. Həqiqi mənada istifadə olunan sözləri istəyir məndən 16-cı sualda. Deməli, baxırıq. Burada düzgün variantımız olacaq variant D. A variantında zrelые plody, yetişmiş meyvələr ola bilərmi? Bəli, ola bilər. 2-də тяжелый çamadan, ağır çamadan ola bilərmi? Bəli, ola bilər. Və 5-cidə стальное кольцо. Stal səhv etmirəmsə polad deməkdir. Poladdan üzük ola bilərmi material olaraq? Bəli, ola bilər. Ona görə düzgün variantım olacaq variant D. Amma məsəl üçün зрелый возраст это переносное значение, тяжелый характер тоже переносное значение. Yəni ki, məcazi məna hesab olunur. 17-ci sual. Установите, в каком предложении слово подать. Öncədən deyirəm, подать Azərbaycan dilinə ötürmək, vermək deyə tərcümə olunur. От слова дать, давать. Употребляется в том же значении, что и в данном предложении. Deməli, bizə bir cümlə verilib. Около вешалки Глеб подал пальто. Paltonu verdi, ötürdü mənasında. Tatyani с подчеркнутой грацией опытного кавалера. Cümlənin ikinci hissəsi mənə maraqlı deyil. Əsas olan hissəsi подал пальто Tatyani. Deməli, Tatyanaya paltonu ötürdü və yaxud da verdi mənasında. Aşağıda mənə verilən cümlələrdə подать sözü eyni mənada istifadə olunanı istəyir. Təkrarlayıram. Подать пальто. В каком значении употребляется значение? Передал пальто. Правильно? Paltonu ötürdü və yaxud da verdi mənasında. Aşağıda da deməli eyni mənada istifadə olunur. Bizdə elə variant A. Niyə variant A? İzah edirəm. Deyir ki, я взял шляпу и надел сам на себя шинель. Deyir ki, mən şlyapamı götürdüm və özüm üzərimə шинель geyindim. Шинель bu böyük palto olaraq yadda saxlayın. Tam tərcüməsini bilmirəm. Потому что эти господа никогда не подадут. И вышел. Çünki bu deyir, burada olan şəxslər, insanlar heç vaxt mənə o palto və o şinel və deməli şlyapanı mənə verməyəcəklər. Baxın, yuxarıdakı cümlədə paltonu ötürür, aşağıda da şlyapa və şinel ötürür. Demək olar ki, eyni mənadır. Amma məsəl üçün variant B, подадим жалобу, şikayətlənmək deməkdir. Görürsüz, eyni məna deyil. C variantında подать знак, işarə verməkdir, eyni məna deyil. Подать на хлеб. Burada подать ümumiyyətlə dilənçilərə falan məsəl üçün pul veririk. Baxın o mənada подать на хлеб, yəni ki pul, yəni ki yemək üçün, çörək üçün pul vermək mənasında. O da deyil. Нелькин подан автором несколько бедно. Burada isə təsvir olunub, göstərilib mənasındadır ki, deyir ki, Нелькин müəllif tərəfindən bizə kasıb şəkildə göstərilib, kasıb şəkildə təsvir olunub. Bax, belə tərcümə olunacaq. Ona görə də 17-ci sualda düzgün variantım variant A olacaq. Понятно? Aydındır? Bəli. Gələm 18-ci suala. Выберите предложение синонимичное данному. Cümlə verir bizə və onun sinonim formatını tələb edir aşağıda. Deyir ki, когда я читаю научную статью, я обычно выписываю самую важную информацию. Deyir ki, mən hər hansısa bir elmi məqaləni oxuduğum zaman həmişə çox vacib məlumatları qeyd edirəm. Aşağıda da onun sinonim variantı elə bizim variantımız A variantında olacaq. Deyir ki, я выписываю ценные сведения. Yuxarıda yazır deməli важная информация, bildiyimiz əsas informasiya. Aşağıda onu ценные сведения, yəni o da eyni şeydir. O da vacib məsələdir, vacib nüanslardır, vacib hissəsini mi deyim, vacib informasiyanı deyim. Sadəcə əvəz edir. Ценные сведения из научной статьи, elmi məqalədən, когда я читаю, nə vaxt ki onu oxuyuram. 18-də düzgün variantım A-dır. Fərqli variant qeyd edən var aramızda? Hangi? Yox, Başqa? Varsa deyin, izah edeyim, niyə elə deyil. Mən C qeyd eləmişdim. Burada D variantını C variantın deyimli olmaz. Çünki yazıb ki, прочитав научную статью, elmi məqaləni oxuyub bitirdikdən sonra обязательно нужно выписывать нужную информацию. Mütləq deyir, vacib informasiyanı qeyd etmək lazımdır. Birinci ondan başlayaq ki, zaman uzlaşması düzgün deyil. Çünki yuxarıda sən oxuduğun zaman qeyd edirsən, burada oxuyub bitirdikdən sonra qeyd edirsən. Bu bir. İkincisi də yazır ki, обязательно нужно. Mütləq eləmək lazımdır. Amma bu individual bir məsələdir. Kimsə oxuyanda qeyd eləyə bilər, məsəl üçün mən oxuyanda qeyd etməyə bilərəm. Yəni mənim cümləmin sinonim formatı deyil. Aydındır? Bəli. 19-a gəlirəm. 19-da isə выберите предложение, нарушающее смысл текста. Mətn ardıcıllığını pozan cümləmizi istəyir. Deməli, orada elə birinci cümləmiz olacaq.
Əslində həmin bu mətndə gəlin baxaq görək nədən danışır. Deməli, 2-ci, 3-cü, 4-cü və 5-ci abzatsımızda, daha doğrusu cümlələrimizdə bizə Peterburqda yerləşən və современное искусство, müasir incəsənət muzeylərindən biri olan Erart haqqında məlumat verir. Amma A variantında yazır ki, daha doğrusu birinci cümləmizdə yazır ki, в 2014 году открылась новая сцена Александрийского театра. Deməli, son 2-ci, 3-cü, 4-cü, 5-ci cümlələrimizdə mənə Erartın muzeyi haqqında məlumat verir. Gəlir birinci cümləmizdə mənə Aleksandriyski teatr haqqında məlumat verir. По-вашему, uyğun gəlir bu mənim variantım digər cümlələrlə? Mətn qura bilərəm mən bu cümlələrlə? Xeyr, birinci ora necə? Üçüncü, üç məndə qarışıq yaratdı. Orada deyir konsert, kino zakazı, nə bilim nə. Leksiya, o muzey ilə biraz üst-üstə düşmədi deyə mən 3-ü götürmüşəm. С известными деталями искусства, моды и дизайна. Так как это музей современного искусства, bu именно müasir muzey olduğuna görə burada hər şey keçirilə bilər. Проходят спектакли, концерты, кинопоказы. Даже mən onu çıxarmış olsam belə, в любом случае mənim birinci cümləmlə uyğun deyil. Onda belə çıxacaq ki, 1 və 3-ü biz ayrı götürməli oluruq sənin. 2, 4 və 5 bir gəlmiş olur. Axı elə uyğun deyil. Məsəl üçün deyirəm, muzeydə bizə leksiyada oxunula bilər, nə bilim, sərgidə keçirilmiş ola bilər, hər şey ola bilər. Konsertdə olmuş ola bilər. Именно так как это музей современного искусства, здесь все возможно. Хорошо? Yenə deyirəm, uyğunsuzluq olursa belə quzum, biz onu başqa variantı seçə bilmirik. Maksimal dərəcədə uyğun variantımız o olur. Sənin məntiqinlə getsək gərək biz 1-ci və 3-cü cümləni ayrı götürək, 2, 4 və 5 ayrı olsun. Elə olmur axı. Хорошо? Bəli, aydındır. İndi mən burada nə oldu? Mən şeyini götürmüşəm. 3-cü cümləni yox, götürmüşəm. B variantı, B variantıdır. Birinci cümləmiz uyğun deyil. Çünki 2, 3, 4, 5 muzeydir. Amma birinci cümləmizdə teatr, Aleksandriyski teatr haqqında məlumat verir ona görə. Так, 20-ci suala gəlirəm. В каких предложениях есть слова, которые отвечают на вопрос где? Harda sualına cavab verən sözləri istəyir məndən. Deməli, burada var birinci cümləmizdə na коленях, dizlərimin üzərində. Bir də var 5-ci cümləmizdə в городе, в своем родном городе, öz doğma şəhərimizdə. İkinci cümləmizə baxıram. Есть люди, которые свободно читают, смотрят фильмы на языке оригинала, но очень боятся начать говорить. Burada əslində na yazıki originalla var, amma bu bildiyimiz orijinal dildə deyə tərcümə olunur da. Harda sualına cavab vermir. Na каком языке? На языке оригинала. Bu yəni ki, məkan deyil ki, harda sualına cavab versin. 3. Sestra не знает, какой факультет выбрать, филологический или исторический. Deyir ki, bacım bilmir hansı fakültəni seçdin. Filologiya fakültəsini seçdin, yoxsa tarix fakültəsini seçdin. Burada bir məkan yoxdur. Нужно много заниматься, чтобы получить сертификат по русскому языку. Deyir ki, rus dilinə sertifikat almaq üçün çox çalışmaq lazımdır. Burada bir məkan yoxdur. Məkan var birinci cümləmizdə на коленях, var 5-ci cümləmizdə в своем родном городе. Итого получается вариант А. Понятно? Все. 21-ci sualda выберите варианты ответов, в которых в обоих словах одного ряда пропущена одна и та же ошибка. Eyni, deməli, bax bizə deməli söz birləşmələri verilib. Deyir ki, mənə elə variantlar seçməlisən ki, hansına ki, hər iki söz birləşməsində eyni hərf qeyd olunmalıdır. Bax, məsəl üçün deyirəm. Deyəcəm orada laboratorное оборудование, подготовительные курсы. Yadda saxlayın. Əgər söhbət Educompoint təhsil şirkəti kimi bir kursdan gedirsə, əgər bu sözün təki yoxdur. Və orada olan o sifət var. Подготовительные курсы cəm formasındadır. Amma laboratorное оборудование bildiyimiz orta cinsdə istifadə olunan bir sözdür. Bir getdi. İndi mənə bir uyğun olmayanda A o getdi, D getdi, C getdi. Görürsünüz, bildiyim bir dənə nüansa görə 3 variantı silirəm. Deməli, orada 5-ci cümləmiz okeydir. Бежать к дому, поручить товарищу və ikinci cümləmiz okeydir. Высокое здание, синее море. 2 və 5 100%, yoxluram 3 və 4-ü. Запомните, ждать около чего аптеки, только медвежья берлога. Ona görə 3 də olmaz, qalır 4. Bildiyimiz женский rodda olan sözlər. Волчья шуба, стеклянная витрина, variant E.
22-ci sualda biz deməli sizinlə mətn qurmalıyıq mı danışdınız? С вами составить текст. Hər zaman nə deyirdim? Mətn qurmağa nə ilə başlayırıq? Təbii ki də ümumi bir məlumatla başlayırıq. Ümumi bir məlumatımız da olacaq ikinci cümləmiz. Любое дерево и кустарник прекрасные представители живой природы. Bax gördün, ümumi məlumatı tapan kimi avtomatik olaraq C getdi, Y getdi, B getdi. Qaldı mənim cəmi 2 variantım. Düzdür? Çünki dedim axı cümləyə ümumi bir məlumatla başlamalıyım, o da ikinci cümlədir. İndi mən deyirəm ki, любое дерево и кустарник прекрасные представители, значит, живой природы. Sabahın xeyir. Kimdir? Mənəm Nurlan. Nurlan. Ha, Daniyarov sənsən, yoxsa Mədədxanovdur? Həli. Nə yaxşı vaxtda qoşulmusan. Biz qəbul yazdıq, qurtardıq. Çıx, dur, gəl, əyaniyə birazdan qəbul yazacağıq. Dur, oyan. Neçədə gəlin? Bir də burada ol. Neçədə gəlin? Bir də burada ol. Tez ol. Yaxşı, onda çıxım, ona gələrəm. Tez ol, dur. Allah. Извините, пожалуйста, за такую паузу. Так, хорошо. Идёмте дальше. Deməli, baxın, bununla başlayıram. Bir dənə gəlin cümləmizə tərcümə edək. Deyir ki, hər ağac və kol, deməli, təbiətimizin möhtəşəm nümayəndələrindəndir. Düzdür? Belə bir cümləm var. İndi 6-ya baxın bir dənə. Но есть среди них такие, которые будто созданы для райского цветка. Для rayskого sada, извините. Deyir ki, amma aralarında elələri var ki, onlar sanki, deməli, cənnət bağı üçün yaradılıblar. Və başlayıram davamını gətirməyə. Məsəl üçün birlə. Одним из таких цветков является магнолия. Belə ağaclar, belə deməli, bitkilərdən biri də magnoliyadır. Görürsüz, belə bir ardıcıllığımız var. Buna əsasında düzgün variantım olacaq, конечно же, variant A. Aydındır, Agi. Понятно? Deməli, əsas nəyi tapırdıq? Ümumi bir məlumat tapırıq və ümumi bir məlumatdan digər cümlələrimizə başlayırıq, mən bilim, sual verməyə. Ona baxın, məsəl üçün mən ikinci cümlədə oxudum ki, прекрасные представители живой природы. Deməli, təbiətimizin ən gözəl göstəricilərindən, təmsil edənlərdən biridir. Но есть среди них такие цветки, amma həmin o deməli təmsil edənlərin arasında elə güllər var ki, спасибо большое. Onlar именно они созданы для райского сада. Это тоже можете сказать. Да, не понравился мне, он невкусный. Не знаю. Диетичный, может, поэтому. Поэтому düzgün variantımız da olacaq. Hansı variant? Variant A. Понятно? Agi, aydındır. Bəli. Все, хорошо. Значит, иду дальше. Выберите предложения, в которых есть фразеологизмы. Əslində bizə artıq bu tip suallar düşmür imtahanda. İminə frazeologizm tapmalı olduğumuz suallarmı deyim. Bu tip nüanslar oşa imtahanda yoxdur. Ona всякий случай mən sizə hər dəfə bir dəfə də izah edim. Deməli, əsl çətin deyil. Deməli deyir ki, фразеологи birləşmələr olan cümləmiz. Наиболее популярными мальчишками среди нас были те, кто умел пересказать книгу, которую никто не видел в глаза. Sizcə var bu cümlədə frazeoloji birləşməmiz? Как по-вашему? Есть ли там предложение? Yoxdur. Yoxdur. Разве? Никто не видел в глаза. Никто не видел в глаза. Bəli. Nə deməli никто не видел в глаза? Deyir ki, bizim aramızda ən populyar oğlanlar onlar hesab olunurdular ki, hansılar ki bir kitabı sənə danışa bilərdilər, bir dəfə belə oxumadan, görmədən. Никто не видел в глаза. Yəni ki, bir dəfə belə görməmişəm. Məlumatım yoxdur, bilmirəm, amma danışa bilərəm. Məsəl üçün mən improvizasiyası güclü olan insanlar haqqında deyirlər. Birinci cümləmizdə var. Bir də bizim var ikinci cümləmizdə Vavilonskaya stolpotvorение. Vavilonskaya stolpotvorение bilirsiniz nədir? Xaos. Belə insanlar toplu olaraq, toplu şəkildə yığışırlar, nəsə edirlər. Bax, o xaoslu, problemli atmosferə mi deyim, o topluluğa deyirlər Vavilonskaya stolpotvorение. Bu sual əslində o qədər də çox lazım deyil. Только на всякий случай, пожалуйста, запомните, что düzgün variantım olacaq variant 1-2. Yazmamısınızsa belə okeydir, problem yoxdur. Gələm 24-cü suala. Bəli. 3-də yoxdur. Yox, 3-də yoxdur. Yazmışım. Harda seçmisən sən orada 3-də? Harda görmüsən 3-cü sualda? Mən fikirləşdim ki, məcazi mənada nəsə. Yox. Çünki hər zaman məcazi məna frazeoloji birləşmə deyil, quzum. Хорошо, yadda saxla. Yəni ki, bəli, bizim frazeoloji birləşmələrimiz məcazi mənada istifadə olunurlar, lakin hər məcazi mənada hesab olunmur. Frazeoloji birləşmə hesab olunmur. Временная пристанище. Временное пристанище yox. Временное пристанище bu bizim bir müddət gedib necə deyim, qaldığımız bir yerdir. O necə frazeoloji birləşmə olsun ki?
Deyil quzum. Aydındır. Хорошо? Все. Da, keçə bilərəm 24-cü suala. Hə, gəl. Deməli 24-ü sizin üçün oxuyuram. Öncə özünüzdə qeyd edin və svirət eləyin cavablarınızı. Görün düz gəlir yoxsa gəlmir. Хорошо? Çünki belə yoxsa cümlələr uzundur, biraz qarşılıqlıq yaradacaq da bizdə. Deməli sizin üçün 24-ün cavabını oxuyuram. 24-də 4 1 5 3 2 6. Təkrarlayıram. 4 1 5 3 2 6 olacaq cavabınız. Bir dənə öz cavabınızla öncə yoxlayın. Sonra gəlin bir dənə oxuyaq. Deməli 4-də mənə deyir ki, в 2023 году состоится премьера оперы «Пиковая дама». Я думаю, нам стоит сходить. Deməli, deyir ki, 2023-cü ildə «Пиковая дама» operasının premyerası baş verəcək. Mən düşünürəm ki, biz getməliyik və birlə davam eləyəcəm. Bir nədir? Чудесная ideya. Deyir ki, çox möhtəşəm, möcüzəvi bir ideyadır. Кто будет выступать? Deyir ki, kim çıxış edəcək deyə bir sual verir mənə burada. Onun sualına cavab olaraq mən təbii ki, cavabı nə ilə gətirəcəm? Deməli 5 ilə. В постановке примут участие. Baxın görürsüz, mən elə bil 2-dən, daha doğrusu birinci sualımdan bir cavab verirəm də sizə. Orada soruşur ki, kimlər çıxış eləyəcək? Mən də 5 ilə cavab verirəm ki, в постановке примут участие мастера оперной сцены. Deməli, a также ведущий вокалист. Deməli, orada vokalistlər və opera ssenasının iştirakçıları olacaqlar. 3. Прекрасно, möhtəşəm. Какие места лучше брать? Yəni, hansı yerləri götürüm? 2. Места в партере традиционно считаются лучшими. Deməli, parterdə olan yerlər yaxşı hesab olunurlar. Подойдет ли 4 ilə? Deyir ki, 4-cü hissə bizə uyğun gələcək və o da 6 ilə cavab verir. Вполне, tamamilə. Ты замечательный, sən möhtəşəmsən. Спасибо. Və beləliklə belə bir ardıcıllığımız olur. 4, 1, 5, 3, 2, 6. Aydın olmayan nəsə var, Agi? Что-то непонятное есть? Salamatçılıqdan var. Yox, Salamatçılıqdır. burada əsas məncə tərcümədir sadəcə, tərcümə. Bəli, salamatçılıq. Əsəbləşməmişsə salamatçılıqdan var. Əsəbləşmə. Niyə əsəbləşirsən? Dəyərmi səncə bir qəbula görə əsəbləşmək? Və 25-ci sual. 25-ci sualsa nə sualıdır? Nə mövzusudur bu? Agi, что за тема? Паронимы. Qeyd eləyin Mən düzgün. oyuna getməm sənərman və sabah bu şeylər bilmirəm bu dəqiqə. Ona görə görürsünüz, tutub oturmuşam. Все, хорошо. Вот теперь запомните, пожалуйста. Bizdə buradan paronim istəyir. Öncə ardıcıllığı deyirəm, özünüz üçün qeyd eləyin. Sonra mən düzgün və yaxud da səhv olanı izah eləyəcəm. Хорошо? Ardıcıllığı qeyd eləyin. 1C, 2B, 3A. Bir daha deyirəm. 1C, 2B, 3A. Qeyd edirsiniz? Gəlin də bir baxaq. Deməli, baxın bizə orada birdə qeyd eləmişik C. Нестерпимый. Deməli, нестерпимый bu bildiyimiz dözülməsi mümkün olmayan. Bax, qeyd eləyib. Превышающий терпение. Səbrimi ötüb keçən. С трудом переносимый. Belə də, yəni çox dözülməz bir şəkildə, çox çətin bir şəkildə keçirilən. 2-yə baxırıq. Нетерпимый. B. Такой, с которым nельзя мириться. Недопустимый. Bax, недопустимый sözü ilə yadda saxlaya bilərsiniz. Bu, icazə verilməyənmi deyim, dözülməsi mümkün olmayanmı deyim, belə tərcümə olunur. Hansı ilə ki, biz barışa bilmərik. Yəni, mən məsəl üçün bu durumla barışa bilmirəm. Я не могу терпеть. Вот. Elə bildiyimiz не терпеть. Слово не терпеть. Və 3. Нетерпеливый. Нетерпеливый sözündə nə var? Liv. Kimə aid ola bilər? İnsana aid ola bilər? Ola bilər. Bax, A variant. Nə deməkdir нетерпеливый? Səbirsiz. С трудом выносящий что-либо. Nəyisə güclə dayanan, necə deyim, belə səbirsiz qalan mənasında. Bax, orada olan o livdən tapa bilərsiniz ki, bu insana aiddir. С трудом выносящий что-либо. Bir dəfə də ümumləşdirirəm. 1C. Нестерпимый, превышающий терпение, с трудом переносимый, dözülməsi mümkün olmayan. 2B. Нетерпимый, от слова не терпеть, mən buna dözə bilmirəm. B variant. Такой, с которым нельзя мириться. Hansıla ki, siz barışa bilmirsiniz. Və 3. Нетерпеливый, превышающий, с трудом выносящий что-либо. Bildiyimiz səbirsiz. Nə var içərisində? Liv var. Livdən tapa bilərik ki, bu insana aid ola bilər. İtavo
1C, 2B, 3A. Aydındır? Agi, понятно? Bəli, müəllimə. Все, bu qədər. Müəllimə, bir sual verə Да, bilərəm. Конечно, pожалуйста. Bu 23, 24, 25-də qıraqda veriblər işə. Bəli. Bizdə işdə imtahanda da belə olacaq. Yox, suallarda, normalda yoxsa imtahanda sizin bu tip açıq suallarınız yoxdur. Ki, qrammatikadan açıq sualınız yoxdur. Sizin imtahanda 20 sualınız var. Yəni normalda siz o yuxarıda olanı 20-də qurtarmalıydınız. Prosta bunlar eyni bu tip sualsa qapalı formatda düşə bilər də. Başa düşdünüz? Çünki proqramda bir dəyişiklik yoxdur da, eyni bu sual düşəcək sənin qapalı variantda. Məsəl üçün 25-də yazacaq, tutalım, düzgün variantın 1C, 2B, 3A deyil. İmtahanda sənə yazacaq məsəl üçün 1B, 2C, 3A tutalım. Yəni ki, fərqi bildiyiniz qapalı formatda verəcək. Ona görə bu sualları sizə işlədirəm mən. Mən də o müəllimə, sualı 25-ci sualdakı bütün sözlərin tərcüməsi Azərbaycan dilinə pərşişdə eyni Bəli, gedir. elə biz Azərbaycanca demək olar ki, eynidir. Elə bizim paronim Eynidir. öyrənməkdə problemimiz də odur da, qızım. Ki Azərbaycanca belə o qədər mən elə sözlərlə rastlaşmışam ki, Azərbaycan dilinə hamısı səbirsiz deyə tərcümə olunur. Başa düşdün? Belə baxanda dözülməsi mümkün olmayan səbirsiz. Amma görsən bizdə onun fərqi var. Elə ona görə paronim mövzusunu deyirəm ki, biraz çox öyrənin. Хорошо? Amma bu Bildim, çox sağ ümumiyyətlə olun. bu vaxta qədər imtahanda düşən ən çətin paronim sualı ola bilər. Düzdür, Bəli, mən də 2026-nın qarşılıq görürəm. bəli, 2026-nın indi bu model suallarında da düşdüyü asandır. Sınağında hələ görməmişəm, amma o da düşünürəm ki, o qədər çətin olmayacaq. Əgər o biri fənlər elə asan olubsa, daha doğrusu asan da deyil, biabırçı olub. Amma на всякий случай, да, имейте в виду. Müəllimə, model sınağı işləyəcək biz. Modeldə işləyəcəksiniz, bəli, конечно. Modelsiz imtahana gedərlər. Çox sağ olun. Хорошо. Nəsə sualınız? Hə? Belə asandır da hələkilik. Prosta bilmirik də bu qəbula nə təsir alacaqlar da. Belə amma Yəni həqiqətən də belə baxırıq yəni ki, uşaq oyuncağı. asandır deyə bilmərəm. O da для кого как, конечно. Amma yəni ki, mümkünsüz də Heç də deyil. asan deyil. Bəli, yəni ki, yazdığınız, izah elədiyim durumlar, məsələlərdə izah etmədiyim orada heç nə yoxdur. Bu test məncə də asan idi. Yəni belə olsa yaxşı olar. Nə gözəl, nə yaxşı. Tək elə olsun. Yox, çətin idi. Bu İndi test siz həqiqətən mənə çətin deyin idi. görün, mənim üçün əsas maraqlı olan nüans nədir? İndi baxın, nofrazioloji birləşmələrə çıxmaq şərti ilə. Baxın, 2 qəbul uca yazmısınız, model sualda yazmısınız, qəbulda yazmısınız. Keçmədiyim, izah etmədiyim nəsə olub o sualların içərisində sizə? Yox. Və yaxud da qaranlıq qalan nəsə varsa, deyin, o mövzunun üzərindən bir dəfə də keçək. Və yaxud da varsa elə bir mövzu ki, müəllimə, biz bu mövzunu keçməmişik, deyin, ona da baxaq. Amma yoxdur. İmeyçi vidu, pожалуйста. Yenə nitq səhvlərindən üzərində işləyərik. Nitq хорошо. səhvləri hələ Oturur. çox baş ağrıdır. Хорошо, хорошо, narahat olmayın. Тогда все, я